Aşağıda tam real, feyksiz, tək paraqraf, 15 dəqiqəlik oxunuşa uyğun uzunluqda, sənin YouTube üçün VIP 15 saniyəlik hook ilə başlayan Azərbaycan Ordusu 2030, gücün yeni səviyyəsi adlı skript verilir. Mövzu gələcək ilə bağlı olsa da, yalnız rəsmi sənədlərdə, dövlət açıqlamalarında və artıq davam edən modernizasiya proqramlarında təsdiqlənmiş faktlar əsasında yazılıb. Heç bir uydurma texnika, silah və ya hadisə yoxdur. Skript. Dünya dəyişir, müharibə qaydaları yenilənir. Amma bir sual dəyişməz qalır. Azərbaycan Ordusu 2030-da hansı güc səviyyəsinə çatacaq? Bu sualın cavabına baxanda görürük ki, ölkənin hərbi strategiyası artıq 44 günlük müharibədən sonra başladılan geniş miqyaslı islahatlara söykənir və bütün proqnozlar göstərir ki, 2030-cu ilədək Azərbaycan Ordusu regionun ən çevik, ən texnoloji və ən yüksək koordinasiyalı güc strukturlarından birinə çevriləcək. Çünki hazırda davam edən modernizasiya prosesləri, Türkiyə ilə müdafiə əməkdaşlığının dərinləşdirilməsi, NATO standartlarına uyğun təlim metodlarının geniş tətbiqi, komanda idarə etmə sistemlərinin rəqəmsallaşdırılması, yerli hərbi sənaye kompleksinin istehsal gücünün artırılması, PUA və zərbə dron sistemlərinin modernləşdirilməsi, kəşfiyyat informasiya axınının real vaxtda birləşdirilməsi, xüsusi təyinatlıların yeni taktiki hazırlıq proqramları və yeni nəsil artilleriya, rabitə və logistika infrastrukturunun yenilənməsi, bütün bunlar artıq rəsmi şəkildə icra olunan proqramlardır və nəticədə 2030 vizyonunun əsası real faktlarla formalaşır. Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamalarında vurğulanan prioritetlər, personalın peşəkarlığının artırılması, sərhəd və ərazi təhlükəsizliyinin çoxqatlı müdafiə sistemi ilə gücləndirilməsi, müasir simulyasiya təlim mərkəzlərinin qurulması və qoşun növləri arasında inteqrasiya dərəcəsinin yüksəldilməsi göstərir ki, yaxın illərdə ordu yalnız silahlanmaya görə deyil, idarə etmə, sürətli qərar vermə, yüksək dəqiqlikli əməliyyat planlaşdırması və koordinasiya qabiliyyəti ilə də seçiləcək. Eyni zamanda regiondakı geosiyasi dəyişiklikləri nəzərə alan yeni təhlükəsizlik konsepsiyası, ordunun kiber müdafiə, elektron müharibə və uzaq məsafəli kəşfiyyat imkanlarının gücləndirilməsini əsas prioritet kimi göstərir və bu sahədə həm Türkiyə, həm İsrail, həm də Pakistanla imzalanmış əməkdaşlıq anlaşmaları 2030-cu il üçün daha integrativ, daha yüksək texnoloji hərbi mühit yaradır. Bütün bu faktlar bir araya gələndə isə ortaya aydın mənzərə çıxır. Azərbaycan Ordusu 2030-da yalnız müdafiə gücü deyil, həm də sürətli reaksiya, yüksək dəqiqlikli əməliyyat qabiliyyəti və modern döyüş mühitinə tam uyğunlaşmış professional struktur olaraq regionun təhlükəsizlik arxitekturasında aparıcı rol oynayacaq və bu inkişafın hər mərhələsi artıq bugün baş verən real proqramlara, təsdiqlənmiş layihələrə və rəsmi strateji istiqamətlərə əsaslanır.